Salam, bugünkü təhlilimizdə çoxlarını şoka salan bir mövzunu, ictimai yerləri zibilləməyə görə tətbiq olunan yeni cərimələri və ən əsası cüzdanınızı necə qoruya biləcəyinizi incələyəcəyik. Gəlin dərhal mətləbə keçək, çünki yerə atdığınız kiçicik bir əşya sizə gözləmədiyiniz qədər baha başa gələ bilər. Düz 300 manat. İnanılmaz səslənir, elə deyilmi? Amma bu heç də zarafat deyil. Küçəyə atılan sadəcə bircə dənə siqaret kötüyü sizə düz 300 manata başa gələcək. İşin ən maraqlı tərəfi bu fərqin nə qədər kəskin olmasıdır. Təsəvvür edin, 2024-cü ilin dekabrına qədər bu cərimə cəmi 50 manat idi. İndi isə düz 6 dəfə artaraq cüzdanı yandıran 300 manata çatıb. Belə kəskin artım təbii ki, hamıda müəyyən çaşqınlıq yaradır. Bu qısa təhlildə 4 əsas məsələyə toxunacağıq. Bu yeni 300 manatlıq cərimənin özü, qaydaları bir-birindən fərqləndirmək, cərimənin texniki olaraq necə yazıldığı və nəhayət şikayət etmək qaydaları. İlk olaraq qaydaları və cərimələri fərqləndirməklə başlayaq. Çünki mənbələrimiz göstərir ki, çox vaxt insanlar qadağan olunmuş yerdə siqaret çəkməklə zibilləmək hərəkətini bir-birinə qarışdırırlar. Vəziyyət əslində fərqlidir. Deyək ki, avtobus dayanacağında siqaret çəkirsiniz. Bunun cəriməsi 30 manatdır. Həmin siqareti hərəkətdə olan avtomobildən atsanız, 200 manat ödəyəcəksiniz. Yox, əgər o kötüyü piyada halda yerə atsanız, ilk dəfə üçün 300 manat, eyni hərəkəti bir il ərzində təkrarlasanız, nə az nə çox düz 700 manat cərimələnəcəksiniz. Yaxşı, bəs cibinizdə o 700 manat yoxdursa nə olacaq? Qanun bunu da nəzərə alıb, əgər təkrar xəta cəriməsini ödəyə bilmirsinizsə, bu məbləğ 60 saatdan 100 saatədək ictimai işlərlə əvəzlənə bilər. Yəni cərimə sadəcə pulunuzu deyil, həm də vaxtınızı alacaq. Keçək növbəti məsələyə, bu cərimə reallıqda necə tətbiq edilir? Yəni polis və ya digər qurumlar qayda pozanları necə müəyyən edir? Bunun iki əsas yolu var. Birincisi, polisin sizi elə yerindəcə yaxalayıb fiziki protokol tərtib etməsidir. İkincisi isə heç xəbəriniz belə olmadan kameralar vasitəsilə qeydə alınan və elektron formada yazılan protokoldur. Əgər polis əməkdaşı sizi saxlayıb yerindəcə protokol yazırsa, bilin ki, o sənədi səssizcə imzalayıb getmək məcburiyyətində deyilsiniz. Mütləq şəkildə izahlar bölməsinə razı deyiləm, mən atmamışam yazın və yalnız bundan sonra imzalayın. Bu kiçik qeyd gələcəkdə özünüzü müdafiə etmək üçün həyati əhəmiyyət daşıyır. Amma məsələ təhlükəsiz şəhər kameralarına gələndə, xüsusən də hərəkətdə olan maşından siqaret atarkən heç kim sizi yolda saxlamır. Sistem xətanı qeydə alır, cərimə elektron şəkildə formalaşır və birbaşa telefonunuza SMS kimi göndərilir. Burada qızıl bir qaydanı yadda saxlayın. Elektron qaydada yazılan cərimələrdə mütləq şəkildə foto və ya video sübut olmalıdır. Əgər sistemdə vizual sübut yoxdursa, bu cəriməni ləğv etdirmək tamamilə sizin hüququnuzdur. İndi isə gələk ən maraqlı və vacib hissəyə. Təsəvvür edin ki, haqsız yerə cərimələnmisiniz. Bu halda necə şikayət etməlisiniz? Özünüzü necə müdafiə edə bilərsiniz? İlk növbədə unutmayın, vaxt sizin əleyhinizə işləyir. Cərimə sizə rəsmi şəkildə təqdim olunan və ya e-polis kabinetinizə düşən andan etibarən şikayət etmək üçün cəmi 10 gün vaxtınız var. O 10 günü qaçırsanız, şikayət şansınız sadəcə yanır. Proses əslində olduqca sadədir. Birinci addım, həmişə sübutu tələb edin. İkinci addım, şikayəti hara edəcəyinizi, polis rəisliyi yoxsa məhkəməni seçin. Üçüncü addım isə fikirlərinizi aydın izah edən rəsmi ərizəni yazıb təqdim etməkdir. Bəs hara müraciət etmək daha effektivdir? Daxili İşlər Nazirliyinə şikayət edə bilərsiniz, amma hüquqi təcrübə göstərir ki, birbaşa hadisənin baş verdiyi yer üzrə məhkəməyə üst tutmaq qat-qat daha yaxşı nəticə verir. Şikayət ərizənizi yazarkən mütləq konkret olun. Sadəcə mən etməmişəm yazmaq yetərli deyil. Faktlar göstərin. Deyin ki, video sübut yoxdur, kameralar yoxlanılsın və ya polis sizə hüquqlarınızı izah etməyib. Hətta belə bir situasiyada ola bilər ki, siz tullantını zibil qutusuna atmaq istəmisiniz, sadəcə külək mane olub. Bunların hər biri sizin üçün çox güclü hüquqi arqumentdir. Və hamımız üçün əla bir xəbər. Bu cür inzibati xətalarla bağlı şikayət verərkən sizdən heç bir dövlət rüsumu tələb olunmur. Yəni, öz haqqınızı axtarmaq tamamilə pulsuzdur. Təbii ki, bəzən xoşagəlməz hallarla da qarşılaşa bilərik. Əgər hər hansı formada polisin qərəzli yanaşması ilə üzləşsəniz və ya sizdən rüşvət tələb edildiyini hiss etsəniz, birbaşa Daxili İşlər Nazirliyinin 902 qaynar xəttinə zəng edib şikayətinizi bildirməkdən çəkinməyin.
İndi isə diqqətli olmalı olduğunuz çox hiyləgər bir məqam. Bəzən fikirləşirik ki, gedim cəriməni 15 gün içində ödəyim, 10% endirimə düşüm. Amma diqqətli olun. Cəriməni ödəmək hüquqi cəhətdən o xətanı etiraf etmək deməkdir. Ödənişi etdikdən sonra haqsız idilər deyib şikayət etmək demək olar ki, faydasız olacaq. Bütün bunlardan sonra yəqin düşünürsünüz ki, görəsən, keçən həftə yolda atdığım o kiçik kağız parçasına hansısa kamera çəkdimi? Əgər kiçik də olsa, belə bir şübhəniz varsa, dərhal adınızda aktiv cərimənin olub-olmadığını yoxlamaqda fayda var. Və bunu etmək çox rahatdır. E-Polis mobil tətbiqinə, Asan Pay sisteminə və ya eGov.az portalına daxil olub statusunuzu saniyələr içində görə bilərsiniz. Beləliklə, bayaq bəhs etdiyimiz o həyati vacib 10 günlük şikayət müddətini əldən verməzsiniz. Beləliklə vəziyyət aydındır. Küçəyə atılan sadə bir siqaret kötüyü artıq sizə 300 manata başa gələ bilər. Cüzdanınızda qəfil və çox böyük bir boşluq yaranmaması üçün özünüzdən soruşun. Yaxınlarda e-Polis tətbiqinizi yoxlamısınızmı? Qanunları bilin və haqlı olduğunuz halda hüquqlarınızı müdafiə etməkdən çəkinməyin. Təhlilimizi izlədiyiniz üçün təşəkkürlər.